O ki insan görürsüz, bəzən namaza haldan gedir. Qabaq yaxşı namaz qılırdı, indi bir həftədir, bir aydır, biraz görürsən, xərəbləşib vəziyyəti. Günaha rəğbəti çoxalıb, ibadətə rəğbəti azalıb, süblər yaxşı durardı, indi bir neçə vaxtı durmur. Onların hamısı günahın nəticəsindədir. Günahı eləyib, ondan sonra özünə deyir ki, mən bu günahı elədim, indi mən indən belə durdum, nə olacaq? Yavaş-yavaş həmin xənnasdır ki, istiğfarı yadından çıxadır. Allah deyir, yox, eləmə o cür. Günah elədin, eybi yoxdur. Utanırsan məndən, istiğfar elə. Allah bilir nə yaradır. Bilir ki, bunlar günah eləyəcək. Günah elədi, eybi yoxdur, tövbə eləsin. İstiğfar elə, mən səni bağışlayacaq.